Bismillah, velhamdülillah, vessalatu vesselamu ala Rasulillah. Əziz və möhtərəm qardaşlar, bir şey var ki, günümüzdə çox hasil olur və xüsusən də qardaşlar tərəfdən ortaya çıxır və hansı ki, böyük bir məfsədəyə səbəb ola bilər və bəzi hallarda da artıq şahidi olmuşuq ki, olub. O da nədir? Allaha şərik qoşan insanların, dinlərin və onların ibadət etdikləri o saxta məbudları lağa qoymaq, məsxərəyə qoymaq, onları söymək və həmçinin də bəzi internet saytlarında və ictimai şəbəkələrdə onları xoşagəlməz şəkildə şəkillərin pis-pis düzəltmək və onları cürbəcür şəkilləri ilə məsxərəyə qoymaq və s. bu kimi şeylər hansı ki hamınıza məlumdur. Amma baxsaq, hamı özü-özlüyündə sələfiçilik iddiasındadır. Amma gələndə ki, artıq əməli olaraq mənhəci necə tətbiq edirik, görürük ki, doğrudan da əmələ gələndə sələfi mənhəcindən çox-çox uzaqdayıq və xüsusən də beləncə ədəb, əxlaq məsələlərində. Çünki mənhəc elə bir şeydir ki, müsəlmanın bütöv həyatını əhatə eləyir və dəvət də mənhəcdə özünə ən böyük yer alan əməllərdən biridir. Və həmçinin də müsəlman İslama ən böyük xidməti onun dəvəti ilədir. Və bu barədə sizlərə Allah Subhanahu wa Ta'ala'nın bir ayəsini misal olaraq gətirmək istəyirəm. Uca Allah belə buyurur. وَلَا تَسُبُّوا الَّذ۪ينَ يَدْعُونَ مِنْ دُونِ اللّٰهِ فَيَسُبُّوا الَّذ۪ينَ عَدْوًا بِغَيْرِ عِلِمٍ. Uca Allah buyurur ki, Allah'tan qeyrisinə ibadət edənlərin, bütlərin, yəni ilahların söyməyin və onlar da elimsiz olaraq etdikləri düşmənçilikdən dolayı Allahı söyərlər. Ayəni təkrar edirəm. Uca Allah buyurur ki, Allah'tan qeyrisinə ibadət edənlərin, bütlərin söyməyin və onlar da elimsiz olaraq etdikləri düşmənçilikdən dolayı Allahı söyərlər. Bəli, qardaşlar, və bu, Allah Subhanahu wa Ta'ala'nın müsəlmanları böyük bir asiligə səbəb olmaqdan çəkindirməsidir. Və buna da ən böyük dəlil odur ki, sələfin bu ayəni anlaması, bu ayəni başa düşməsi və bu ayəni təfsir etməsi. Məsələn, onlardan Abdurrazzaq rahiməhullah Qatadədən belə bir əsər rəvayət edir. Belə buyurur. Kənəl muslimunə yəsibbunə əsnaməl kuffar fənuhu an zəlik. Buyurur ki, müsəlmanlar kafirlərin bütlərin söyərdilər və bununla da qadağan olundular. Həmçinin başqa bir kəs o da bu ayəni belə təfsir edir. Və həmin o bu ayəni təfsir verən alimin adı Əz-Zəcdəcdir. Buyurur ki, Əz-Zəcdəc rahiməhullah Nuhu ən yəl'anul əsnam əlləti kənət tə'buduhəl müşrikun. Və deyir ki, müsəlmanlar kafirlərin, müşriklərin ibadət etdiklərini söyməkdən qadağan olundular. Yəni, bu onlara qadağan oldu. Həmçinin qardaşlar, bir şey də bilmək lazımdır ki, onlar ki, o şeyə ibadət edirlər, o şeyə nəzirlər edirlər, qurbanlar kəsirlər, səcdə edirlər, tavaf edirlər və onu elə-belə yerə etmirlər. Və sözsüz ki, onlarda ona qarşı təzim vardır. Onlarda ona qarşı təzim vardır. Və onların bu saxta ibadətləri, saxta etiqadları onlarda elə bir əsas tapmışdır ki, onların artıq qəlblərində həmin o bütlər, ibadət etdikləri yer nə varsa, qəbirlər olsun, nə olursa olsun, artıq özünə bir yer tapmışdır. Və onlara görə o çox əzəmətli bir şeydir. Ona görə də onu söymək gətirir, fəsada çıxarda bilər. Necə ki, sən onu söysən, sanki onların özün söymüş olursan. Və yaxud təhqir etsən, onların özün təhqir edirsən. Çünki onlar bütün varlıqların ona qurban verirlər. Onun qabağında əyirlər və sən də durub onu o şəkildə təhqir edirsən.
Necə ki, qədimdə bir belə misal var ki, darbud dəyəti saf'un li rakibihə. Deyir ki, atı vurub qıçın sındırmaq, sanki onun üzərindəkini vurub yerə yıxmaq deməkdir. Yəni, sən onun mindiyi heyvanı vurub qıçın sındırmaq, onu əzməyin, sanki onun üzərindəkini vurmaq deməkdir. Bu da ona bənzər bir şeydir. Yəni, doğrudan da alimlər bu misal çəkirlər bu ayənin təfsirində ki, eləmək olmaz, yəni sən sanki onların özün söymüş olursan. Və həmçinin qardaşlar, bilirsiniz ki, qəzəb insanı çox şeylərə sövq edə bilər. Yəni, ola bilsin, onlar qəzəblənərlər və bilmədən o qəzəb onu sövq edər ki, onlar gəlib Allahı söysünlər. Hansı ki, müsəlmanlardan çox əfsuslar olsun ki, görürsən, qəzəblənəndə bu cürlə küfrü sözlər işlədirlər. Bəs kafirlər necə, müşriklər necə? Ona görə də lazım deyil ki, onları bu kimi şeyə sövq etmək və yaxud bu kimi şeyə onları olmasına bir səbəb olmaq. Həmçinin İbn-i Faras bu ayənin təfsirində belə buyurur. İnnəhu mətə xifə min səbbil kuffari və əsnaməhum ən yəsubbullaha və rasuləhu ennəl Qur'an və yaxud əvəl Qur'an ləm yüciz ən yusabbu və lə dinəhum. Buyurur ki, o zaman ki, qorxsan ki, onların bütlərini təhqir etmək, gətirib Allahı, onun Rasulunu və yaxud da Quran-ı Kərimi sövməklərinə səbəb olacaqsa, ona görə onların nə dinlərin, nə də ibadət etdiklərin təhqir etmək onlar olmaz. Və sonra sözünə belə davam edir. وَهِيَ أَصْلُ فِي قَاعِدَةِ سَدِّ الزَّرَاعِ. Buyurur ki, bu da sədd-i zərai deyilən bir şeyin əsasıdır. Sədd-i zərai də o deməkdir ki, haram olmayan bir şeyi hər hansı bir onun səbəbi ilə gələn məfsədəyə görə qaldırmaq. Məsələn, Allah subhanahu ta'ala Quran-ı Kərimdə deyir ki, ra'in deməyin, gözləyin deyin. Hansı ki, yahudilər o sözü götürdülər, ondan müsəlmanları məsxərəyə qoydular. Ona görə Allah dedi ki, deməyin. Ancaq əsli olardı o sözü işlətmək. Orada bir şey yoxdur, çünki əvvəli işlədirdi müsəlmanlar. Amma Allah subhanahu ta'ala gördü ki, onun dalına müsəlmanlar əziyyət çəkirlər, o müsəlmanları o kimi şeydən çəkindirdiyi, hansı ki, əsli halal idi. Və bu da beləcə, bu ayədən də alimlər sədd-i zəraiyə dəlil gətirib, bunu höccət olaraq istifadə edirlər. Həmçinin bu barədə İmam Əs-Suyuti rahiməhullah belə buyurur. Qad yustədəllə bihə alə suquti vücubil əmri bil ma'ruf və nəhi anil munkar. Və buyurur ki, ola bilsin ki, bu ayə ilə istidləl edib deyəsən ki, bəzən yaxşılığı əmr edib, pislikdən çəkindirmək hökmü dayana bilər. Və sonra belə buyurur. İdə xifə min zəlikə məfsədətən əqva. Və deyir ki, o zaman ki, görsən ki, yaxşılığı əmr etməyindən böyük bir məfsədə gələ bilər və yaxud pislikdən çəkindirməyindən böyük bir daha pislik gələ bilər. O zaman bu şeyi saxlamaq lazımdır. Hansı ki, bilirsiniz ki, qardaşlar, yaxşılığı əmr edib, pislikdən çəkindirmək vacib bir işdir. O sonra sözünə belə davam edir. وَكَذَا كُلُّ فِعْلٍ مَطْلُوبٍ تَرَتَّبَ عَلَى فِعْلِهِ مَفْسَدَةٌ أَقْوَى مِنْ مَفْسَدَةِ تَرْكِهِ. Və deyir, eləcə deyir, hər hansı bir iş ki, onun ardından bilirsən ki, məfsədə gələ bilər, pislik gələ bilər, o zaman o əməli saxlamaq lazımdır. Və bəzi müfəssirlər isə belə deyirlər. Səmaratul ayəti ennəl həsənə yasiru qabihən idə kənə yəhsulu bi fi'lihi məfsədə. Və deyirlər ki, ola bilsin ki, hər hansı bir yaxşılığın ardından pislik gələ bilərsə, o zaman o feili etməmək lazımdır. Və yaxud da belə bir şey mümkündür. Hakim isə bu ayənin təfsirində belə deyir. Deyir ki, onların bütlərindən, söyməkdən qadağan olmaq iki yöndən faydası var. Və yaxud da iki yöndən səbəbi var. Birincisi odur ki, həmin o ibadət olunan şeylər daşdır, taxtadır, cansız bir şeydir və onların heç bir günahı yoxdur. Nəyə də görə söyülməli və yaxud təhqir olmalıdır. İkinci yöndən də odur ki, deyir, bu deyir, böyük bir məfsədiyə səbəb ola bilər. O da nədir? Allahı söymək. Hansı ki, qardaşlar, bizim üzərimizə vacib olan nədir? Bizim üzərimizə vacib olan odur ki, insanlara bəyan edək ki, doğrudan da bu şey
batildir. Bu şeylərin ibadətə haqqı yoxdur. İbadətə haqqı olan yalnız və yalnız Allahdır. İbadətə haqqı olan yalnız və yalnız Allahdır. Allahdan başqasının ibadətə heç bir haqqı payı yoxdur. Beləncə yollarla yalnız insanları dəvət etmək lazımdır. Və doğrudan da nə qədər ki, dəvət belə gedirdi, dəvətin bərəkəti də var idi və bidət əhli ilə, şirk əhli ilə də heç bir çaxnaşmalar filanlar yox idi. O zaman ki, elmsiz insanlar dəvətə girişdi, internet saytləri açıldı, hər kəsə məcal verildi, yəni hər kəs istədiyin danışır, endirir, paylaşır və s. O zaman artıq nə oldu? Gətirdi bu cür fəsadlara çıxardır. Həmçinin başqa bir alim bu ayənin təfsirində belə deyir. Buyurur ki, əgər deyir, bu şey ibadət olsaydı, çünki doğrudan da qardaşlar, bəziləri buna ibadət sayırlar. Deyir, bu mənim əqidəmdir, mən həcimdir, mən bəyan edirəm və s. belə-belə danışırlar. Və buyurur ki, əgər deyir, bu dir ibadət olsaydı, itaət olsaydı, ola bilməz ki, Allah ibadətdən və itaətdən qadağan etsin. Ola bilməz ki, Allah ibadətdən qadağan etsin. Və budur qardaşlar, ona görə ehtiyatlı olmaq lazımdır. Yəni görsən bu axır vaxtlar yəni cürbəcür şəkillər paylayırlar, nə bilim, götürüb onların doğrudan da qardaşlar, onlar həmin o öz şeyxlərinə, ağalarına, filanlarına, onlar böyüdürlər, onları özlərində olan əzəmətləşdirirlər. Sən götürüb onları sazla, tarla, nə bilim, cürbəcür musiqi alətləri ilə onlar montaj edir şəkillərin. Ondan sonra görsən onların məsələn ibadət cürbəcür heyvanlarla şəkillərin düzəldirlər. Və s. bu kimi şeylər, belə şeylərdən çəkinmək lazımdır. Həmçin görsən, qardaşlar vərdiş eləyiblər, götürürlər onların cürbəcür video montajlarına, həmçinin video sujetlərini götürüb izləyirlər, qısa-qısa ki, onsuz cürbəcür irgənc əməllərin. Bu da lazım deyil. Bu da müsəlmana yaraşan bir şey deyil. Güya onunla səndən nə olacaq? Bəziləri deyir ki, mən ona baxıram, Allaha şükür eləyirəm ki, Allah məni tövhidə yönəldi və s. Qardaş, onsuz da sən bilirsən. Sən bilirsən ki, Allah səni hansı uçurumlardan çıxardıb. Hətta o videolarda görmədiklərindən də iyrənc-iyrənc ibadətlərdən, əqidələrdən, etiqadlardan uca Allah səni çıxardıb. Sən ona baxmaqla heç də Allaha şükürünü bildirmiş olmarsan. Əslində elə şeylərdən uzaq olmaq lazımdır ki, insanın qəlbi də ləkələnməsin. Biz bilirik ki, haqq birdir və ondan başqa nə varsa hamısı batildir. Belə şeylərdən uzaq olaq. Allah subhanətə Allah'dan istəyirik ki, bizləri onun dininə xələl gətirməkdən qorusun və bizim səbəbimiz də onun dininə, onun özünə xələl gətirməkdən, təhqir olmaqdan, bizləri səbəb olmaqdan qorusun və uca Allah'tan istəyirik ki, bizləri gözəl əxlaqla onun dininə dəvət edən və onun dinin yayan müsəlman qullarından etsin. Və əxiru də'vana enilhamdülillahi rabbil aləmin və salatu və selamu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və cma'in. Subhanəkə Allahümmə və bihamdik və əşhədu ən la ilahə illə ənt və əstəğfiruka və ətubu ileyh. İxlasla.com saytı tərəfindən təqdim olundu.